Belə. Horadizin azad olunmağında İran Sepahının o zaman necə yardımlar oldu? Sepahın. Hər tərəfli yardım olub. Hərbi daha doğrusu deyirəm. Hərbi sahədə də yardım olub. Keçirdi də necə lazımdır. Mən şəxsən orada gözümlə gördüm ki, cəmaət suda boğulacaq da kişi. Arazdan keçəndə İran şərait yaratdı, açdı, keçdi bəri tərəfə köməkli gəlin uzatdı. Yəni Horadiz şəhərinin azad olunmağında da sözlü İranın rolu oldu. Təbii ki, bu onun odlanılmazdır ki, qardaşım. Allah müsəlman dövlətinə ömür versin hamısını. İranın, Zəngilanın əhalisinin qayıtmağında, arazı keçib gəlməyi, buradan qoşunların, bizim qoşunların İran ərazisindən Horadizi azad eləməyinin böyük xidməti olub. Elə biz istəyərdik Horadiz qayıdan kimi bütün işğal olan torpaqlar qayıdardı. Biz o günü yaxşı xatırlayırıq. Həqiqətən həmin vaxtı İran İslam Respublikasının bizə çox böyük köməyi dəymişdir. Mən onu xatırlayıram, ona görə özüm döyüşçü olmuşam. Sepahın Sepahda İran Silahlı Qüvvələr Sepahdır. Sepahın yardımlarını necə gördünüz o zaman Horadizin azad olunmağında? Çox gözəl. Hətta gəlib biz orada təlim keçiblər. Mən özüm iştirakçı olmuşam, bilirəm, bunu yaxşı bilirəm. Mən özüm xüsusi təyinatlı olmuşam, o təlimlərdə iştirak eləmişəm. Bəli, çox gözəl təsdiqləyirik. Yardım da hələ mənim yadımdan çıxmır. O həqiqətli, doğrudur. Biz o zaman ki, ermənilər bunlara biləxərə həmlə elədilər, bunların yerlərini təsərrüf elədilər. Başlandı ta bu səddəki su anbarına çatalar. Leşkəri ki, bizim leşkərdən deyir, Seyri Şühadə idi və Sipahan zəhmətkeşi bəsiydi. Yəni, Diliran 8 salda Ərtifai Müqəddəsdə olanlar vaqiən o zəhmətləri ki, biz çəkdik onlara, düşünbələn ki, biz özümüz cəng görmüşdük və vəzifəyi şər'i bildik özümüzə bunu, bu camiyyədə biz gedək ora. Getdik orada, hatta ki, biz mübarizə edək, ta su anbarın biz ermənilərin əlindən xilas eləyək. Ta qaytaraq Qaradizi bunlara orada sakin verdirək. Amma Azərbaycan Dövlət Televiziyası bu xidmətləri tanımağa çalışdı və Azərbaycan ordusunun erməni işğalçılarına qarşı qələbəsini və ermənilərin geriləməsində İranlı qüvvələrin rolunu təəssüflərlə inkar etdi. Onlar elə zənn edirdilər ki, İran Azərbaycanın hərbi qüvvələrini öz ərazisindən Horadizə buraxıb. Lakin bu belə deyildi. Beləliklə, erməni tərəfində böyük vahimə yarandı və sürətlə geri çəkilməyə başladılar. İran dövlətinin himayəsi altında Horadiz şəhəri azad olundu. Azərbaycan Respublikasının qədri bilən xalqı bu günün ikbinliklə xatırlayırlar və İran dövlətinin o zaman Azərbaycan ordusuna Horadizin azad olunmasına görə etdiyi himayəyə görə daima öz təşəkkürlərini bildirirlər və bunu heç vaxt unutmurlar. Səhər Beynəlxalq Televiziya kanalı Biləsuvar.